burada bir nəfər yazıb ki, Xanoğlan Altay Yusifov yazır ki, Azərbaycan futbolunda Qarabağı sıxışdırıb çıxartmaq istəyirlər. Mən elə bir şeyin olduğunu inanmıram, sözün açığı. Yəni Qarabağdan niyə kim sıxışdırıb çıxarsın ki, yəni Qarabağ öz futbolunu oynayır, yəni öz işlərini görürlər. Məncə bu yanlış fikirdir. Həsəd ola bilər. Təbii ki, bir komanda istənilən halda ölkəmizi təmsil etsə də digər klublar üçün rəqib damıdır. Yəni Qarabağın uğurları təbii ki, digər klublarda xoş qarşılanmaya bilər, qısqanclıq yarada bilər, qıcıq yarada bilər. Bu normaldır, amma hansısa qüvvələr Qarabağı sıxışdırıb çıxartmağa çalışırsa, düşünürəm ki, həyatlarının böyük səhvini edirlər. Qarabağ bu gün uğur qazanmaqla futbolumuzu, yəni ölkəmizi təkcə təmsil etmir. Həm də həmin o qısqanclıq göstərən klub rəsmiləri, klub rəhbərləri, klublar ki var, onların uğursuzluğunun üzərindən bir toz çəkmiş olur. Bir tor çəkmiş olur ki, daha çox fokuslanırlar Qarabağa. Ötən mövsümün, daha doğrusu yay fasiləsində biz gördük də, 3 klubumuz Avrokuboklardan iştirakın birinci mərhələdə, ən yaxşı halda ikinci mərhələdə dayandırdı, gəldi. Hamı kökləndi Qarabağa, Qarabağın Çempionlar Liqasında çıxışından danışdı. Amma digər 3 klubun uğursuzluğu sanki kölgədə qaldı. Yəni sevinsinlər ki, Qarabağ uğurlu çıxış eləyir, sanki onların uğursuz idarəçiliyi, uğursuz qərarları, uğursuz fəaliyyətləri kölgədə qalır. Bugün Qarabağı kənara qoysaq, biz gecə-gündüz ancaq futbolumuzu tənqid eləməliyik. Ancaq linç etməliyik ki, yəni bu qədər pullar ayrılır. Nəzərə alaq ki, dövlət də öz dəstəyini göstərir. Hər kluba az məbləğ deyil. Dünyada bəlkə də çox az ölkələrdə var. Mən görmədiyim bir şeydir. Biz Kitabında 5 milyon, ondan əvvəl 3 milyon pullar ayrılırdı. Yəni bu pullar real danışası olsaq, gedib normal araşdırma getsə, o klublar bu pulları nəyə xərcləyiblər? Ancaq aşağı-yuxarı legionerlərin gətirilməsinə xərcləyiblər. Legionerlərin də gətirilməsində real danışaq bugün. Kimlər öz cibini düşünür? Kimlər söz şəxsi marağını düşünür? Burada gizlətməli heç nə yoxdur. Yəni futbolumuzu düşünən 10 nəfərdən biri olar. 9-u klublarda çalışan, nə bilim, o rabitədə iştirak edən, o əlaqədə iştirak edən futbolçuların gətirib aparmasında, yəni 90%-nin ancaq marağı burada nədən ibarətdir? Bir halda futbolçunun yaxşı olmasını istəyirlər ki, futbolçu yaxşı çıxış edərsə, digər futbolçunu da gətirin, bir futbolçunu da gətirin. Maraq bundan ibarətdir.